İspan rəssamı Joaquin Saroli Bastida'nın birinci tablosu üçüncü səviyyəli qatar vaqonunda baş verənlərdən bəhs edir. Mərkəzdə 4 gənc qadın var. Qızlar əl-əlvan milli Valensiya libaslarındadılar. Dar, soyuq vaqonda yuxuya gediblər. Yaşlı bir qadın onları müşayiət edir. Qadın çox fikirlidir. Bəlkə gəncliyini xatırlayır. Onun illər öncə keçdiyi yolu indi bu qızlar keçəcək. Qızlar çox kasıbdılar. Bu onların əşyalarından bilinir. Onları başqa şəhərə, fahişəxanaların birinə satmağa aparırlar. Tablo ağ dərili qulların satışı adlanır. İndi qızlar yatıblar. Çarəsizlik, dəhşət və göz yaşları sonra olacaq.